Herkese salam qızlar, kanalıma ve yeni bir vloguma xoş gəlmisiniz. Necəsiniz? Deyirəm, hər biriniz yaxşısınız. Biz çıxmışıq. Biraz sənəd işlərimiz var idi Ömərlə. Hə. Gözlə, mən sənə daha qəşəngini alacağım, ondan yersən. Bunu olmaz, yaxşı? Demək, sənəd işlərimiz var idi. Hərci qəşəng sənədlərimizi yerinə qoyduq, yer səhmana saldıq. İndi gəlmişik, qəşəng bir çay bağçasıdır. Burada oturmuşuq. Kitab yiyək, sonra gidirik gezməyə. Bir qalan yiyək. Baxın, bir şeydir buralar. Bir ayandasın. Pembe yaşadır. Pembe. Oğlum, qənd ümumiyyətcə uşaqlara olmaz. Buradan da denən ki, qənd yeməyin, şokolad yeməyin. Pembe. Sizə xeyri yoxdur onun. Pembedir. Yox. Analarınızı pişirdiyi peçenləri yiyin, kekləri yiyin, tortları yiyin. Hə mi? Pembe yiyək. Yox. Yəni yemək gələcək, onu yeyəcək. Sonra da gələcək gəzməyə. İlk sənin sürprisin neydi? Sürprisin. Sürprizi verdim də bayaqları. Səndən qan götürdülər deyə. Mən sənə verdim soku. Sütlü sok. Önce yemək vaxtıdır. Arkada qızlar mahnı oxuyur öz üçün. Ömər elə baxır ki. Gəl bax. Ama əl vurma hələ. İstidə o. Ne bu şəkil? Sıcak kalır. Neden içiyorlar? Orada pişirirler de bizim. Evdə patladaram sənin üçün, yaxşı? Orada pişirirler de. Popcorn, bir dənə dadına bax Ömər. Sən multikdə görmüsən onu. Sen de bir bak. Oturarsan yersən. Gel otur burada parkda ye. Qızlar, demək çıxdıq. İşlərimizi gördükdən sonra gəldik atamgilə. Ömər gezməyə getmək istəyirdi. Biraz da fulləndin kartında məndə ödəniş var idi. Yay başlamadan qabaq Ömərə geyimlər almışdıq, yay geyimləri. Bilirsiniz ki, orada 100 manatdan çox alışveriş eləyənə kupon verirlər. Məndə də artıq 2-3 kupon yığılmışdı. Hardasa 50-60 manat arası karta pul ödənməli idi. Yəni ki, uşaq əyləncə mərkəzinə. Yəni onlar verəcəklər bizə bu kuponu. Ona görə də dedim, elə bu fürsətdən istifadə eləyək. Nə qədər ki, müddəti bitməyib, birdən ola bilər də şərtləri dəyişərlər falan, qoy gedək istifadə edək. Amma birinci gəldik bulvara. Çünki burada həm qəşəng təmiz hava alaq, həm biraz çay bağçasında burada da oturaq. Buradakı bu oyunları da Ömər çox sevir. Həmişə gələndə dedik, qatara minim. Burada biraz oynadı. Daha sonra isə fulləndə gedəcəyik inşallah. Ümumiyyətcə demək istəyirəm ki, mənim balama gözəl sözlər yazan, gözəl dualar edən, yüzlərlə burada nənələri var, xalaları var. Hətta Ömər artıq o qədər öyrəşib ki, mən evdə də danışıram, deyirəm ya atasına, ya özünə deyirəm, bax xala filan yorum yazdı, sənə filan xala filan söz yazdı. Hətta yəni yorumlarınızı Ömərə belə çatdırıram. Ömər nəsə evdə gülməli bir iş görəndə və yaxud oyun oynayanda evdə mənə belə görürsünüz, deyir ki, bir dənə xalalara göstər, bir dənə nənələrə göstər. Artıq Ömər belə sizlərə öyrəşir və sizlərin dualarından və gözəl sözlərinizdən xəbərdardır, bunu deyim. Çünki artıq o böyüyür və hər şey çox gözəl dərk edir, danışdıqca ondan hər şey gözəl başa düşür. Belə Rəbbinə arzulayıram, kim ki kimin övladına baxır, gözəl şeylər diləyir. Rəbbim onun 100 qat, 1000 qat artığını onlara nəsib etsin. Və Allahdan arzulayıram, kim ki evində körpə səsi hələ eşidilməyib, o evlərdən tez zamanda körpə səsi gəlsin. Elə ən az Ömər qədər ağıllı, sağlam, gözəl bala nəsib olsun. Fərqi yoxdur, qız, oğlan. Hər kəsə arzulayıram. Çünki Ömər məni həqiqətən heç incitməyib. İnşallah böyüyəndə bu videolara baxar. Balam, buradan demək istəyirəm ki, məni heç incitməmsən oğlum. Hələ ki 3 yaş yarımdır. Və ona hər zaman, hətta səsli də ona dua edəndə belə deyirəm, məni incitməmsən. İnşallah ki, böyüyəndə də heç bir zaman incitmərsən, ağıllı. Ən az indiki kimi anasını diqqətlə dinləyən, qəlbi kövrək, ürəyi həqiqətən çox kövrəkdir Ömərin. Bu arada onu da deyim. Mənim gözüm biraz yaşarsa, o gəlir mənə həmən deyir ki, nə olub sənə, niyə beləsən, ana səni kim incitdi, o dərəcədə
Çox həssas uşaqdır. İnşallah ki, böyüyəndə çox güclü bir bala olar, mən inanıram. İnşallah çox istəyirəm ki, övladımın belə qürur duyduğum anları inşallah Allah nəsib eləsin görüm. Bütün valideynlərə arzulayıram, özümə də onu arzulayıram inşallah. Belə burada da babası ilə ən sevdiyi oyunu oynayır. Mənim ağıllı balam. Yəqin ki, sizdə də belə hallar olur. Mən Ömərə baxanda balacalığı yadıma düşür deyə biraz belə hisslərdən hisslərə keçirəm. Lap indi də balacadır, amma lap belə körpə, o əl boyda olan vaxtları yadıma düşür. Hətta o gün bir izləyicim, mən daim izləyicimdə yazmışdı ki, yazınıza gəlir, balaca idi, bələyin içində. Demək olar ki, itib batırdı da, amma indi artıq böyük olanda yanımda gəzir, əlimdən tutur. Belə adam hisslərdən həqiqətən hisslərə keçir. İnanıram ki, böyüyəndə lap qatma qarışıq hisslər keçirdəcəm. Əsas odur ki, canları sağlam olsun, əməl salih ağıllı balalar olsunlar. Mən həyatda heç nə istəmirəm. Nə övladım üçün, nə də inşallah ki, övladımdan heç nə istəməyəcəm o böyüyəndə. Öz ayaqlarımın üstündə durmağı bacaran bir xanımam. Heç zaman olub ki, heç yoldaşımın belə qazancına bir ehtiyacım heç olmayıb. O dərəcədə öz ayaqlarımın üstündə durmağı bacaran bir xanımam. Çox şükür. İnşallah ki, övladımdan da başqa cür ehtiyac duymayım övladıma. Bir tək ehtiyac sadəcə onların sağlam və ağıl olmaqlarını görmək olsun. Başqa heç nə istəmirəm. Bu da ehtiyac duyuyorum. Yəni ki, ancaq bunu istəyirəm Allahdan. Belə. Su ilə olan oyunu oynamağa. Aha, hansı oyun oynamaqsa onu bas. Aha, onu yaxşı. Yok, öyle böyle su geldi, öyle bildim açılır. Aha. Ne qəşəng Ömər, su gəlir sərin sərin. Ay Allah, bu oğlan necə küçük oğlandır. Bitti. Bitti Ömer. Deyəsən. Все, bitti. Game over Ömer. Все. Getdik, gel. Malaziyet sənə. Hamısını akredin. Gel. İndi hara gedək? İçəridə gedək oynayaq. Qum yeri var deyə. Balaca daşlarla oynayırsan. Ömer. Çita. Buna bakın. Gör neyini bu böyüyüb, hep böyüyüb. Maşallah balama. Yavaş yavaş. Yavaş yavaş yavaş. Aferin sana. Gel çatanaya, gel çatanaya. Şimdi kurban olun ben. Pes. Ya yemerdi. Bir tane de elə baksana, bir tane de elə. Ora çox böyüdü. Oraya girip oradan sürüşebilirsen o taraftan. Ya buradan sürüşme. Buradan kalk o taraftan sürüş. Ömer hardasan? Aycan. Babanı istəyirsən? Baba orada sana bakırdı orada. Oradadılar, görürlər sən, narahat olma. Davay, sürüş, mən çəkirəm, mən çəkib atıram onlara. Sürüş. Eşitmir səni Ömər, sürüş, mən çəkib video atıram onlara, davay. Aha. Gel, 1, 2, 3.
Gel. Tita. Yine. Çıxırsan, üzvə tək yer tapmısan oyun oynamağa. Tək yer tapmısan üzvə oyun oynamağa. Wow, çox gözəldir. Ömər. Ora neyəcəksən? Qalxıb bax neyəcəksən orada. Deyə o deşikdən qalxa bilərsən bax. Oradan düşürsən. Oradan qalxırsan. Bura qalx, bura. Aha. Aha, indi oradan üzvə güc gəl. Maladet. Aferin sənə. Aha. Aha, aferin. Hündürə çıxdı. Orada otur de, yeniləncə elə. Ola otur. Aha, atın üstünə necə çıxırsan. Ay sağ ol, indi hoppa, hop, hop, hop. Aferin sən. Baba baxır. Baxır. Göz. Aha. Ömer, bu gizemli otaqdır. Gizlin otaq kimi bir yerdir bura. Geldim. Ömercik. Ömer beni itələyir. Vay. Vay mamaya değdi. Mama keçebilmir. Ömer. Ah, nefesim kesildi burada ya Allah. Ay ne güzel yerlenceydi. Ay Allah, otur. dur. İray. Ömer. Çok sevdim ben. Çok sevdiğin de hara giysen. Ay Allah, gülüme bakın. Yaşamadım uşaqlığımı yaşıyorum. Ay Allah. Ay Allah'ım nedir böyle? Nefesim kesildi. Adı yuxarıda, mən ora nətər tırmaşım ki, yəni görüyor oturmuşum. Ay bir o qalmışdı. Aha, qalx. Qalx görüm, baxırıq sənə. Hamımız baxırıq sənə. Hamı Ömərə balit eləyir. Ömər, aferin. Yoruldum vallahi billahi kızlar. Vallahi billahi yoruldum. Burada uşağa bir şey olmasın diye. O məsuliyyətdən adam yorulur. Həqiqətən, bilmirəm hara tuttum telefonu ki danışım. Çıxmama yaxşı deyil. Demək 2 gün evdə olacağıq bayramla əlaqədar. Silahlı Qüvvələr Günü bayramı ilə əlaqədar. Ona görə 2 gündür ki arda-arda Ömərlə şəhərdə vaxt keçirdirik. Uşaq da şu an başı biraz qarşısın. Belə hara gitsək çəkəcəm sizin üçün bu 2 günü. Buraya yerləşmirək, ora o tərəfə qoy. Yox, yanına qoy ki ərazin böyük olsun, içində olmağa. Bura qoy. Yox, yanına yapışdırdı mı? Burada da 1 saatlıq götürdük içəridə Ömər oynasın biraz. Artıq son 5 dəqiqəmiz qalıb. İnşallah indi çıxırıq və buradan birbaşa evə gedəcəyik. Evə gedib tez yeməklərimi bişirməliyəm. Ki sabah yeməyim olsun. Çünki tək olacağım evdə. Mənə çətin olacaq Ömərlə yemək pişir, həm evin işini gör. Belə birlikdə yeməyimizi də pişirərik və vlogu yekunlaşdırarıq inşallah ki. Amma hələ ki Ömər oynayır. Öməri son dəqiqələrdə buradan çıxartmaq mənə əziyyət olur. Kızlar, gəldik evə.
demək sabahın yeməklərini dedim hazırlayım. Bu arada gilas yığmışdıq. Bunun kompotunu elədim. Biraz Ömər də içdi. Bir də salam verirsən. Salam. Bir də şorba qoydum. Mərci şorbası qoydum. Soğan, markov, mərci, kartof. Mən də səni çox sevirəm. Mama sosu çok severim. Ben de Yemek severim. isteyen sosu. Yaxşı, hazır olsun. Ha, nə yemək istəyirsən indi sən? Sup istəyirsən? Sos. Bundan? Yaxşı. Xoş deyil mərci şorbasını. Bir qaşıq verərəm. Bir çömçə verərəm sənə. Qoy pişsin, hələ pişməyib. Ha, indi atmışam. Ama dedim. Bunu qovurub da elədiyim olur. İndi tələsdirəm deyə. Hə, Anladım. aç. Ama dedim. Alma deyil, soğandır. Normalda amma bu dəfə dedim tez bazar tələsdirəm. İçinden yiyor. Hamısını edeyim, bitirim. Belə. Heç nə, bunlar indi qaynasın. Bilmirəm, dedim, demədim. Ömər imkan verdi, yoxsa yox. Markov, kartof, mərci. Sonra nə əlavələşəm? Soğan. Belə. Bu qədər. İndi bunları blenderdan keçirdəcəm. Bir çay qaşığı qədər də tomat əlavə edəcəm. Öz hazırladığım. Super olacaq. Biraz da nanə, yağda qovurub əlavə edəcəm. Əla. Belə, başqa nə deyəcəkdim? Hə, sonra belə ətli çıxartmışdım səhərdən. Bundan balaca köftəcik kimi şeylər pişirəcəm soğan çayla. Bir də yanına qreçka. Belə. Əladır mı Ömər sabaha? Super. Düş indi, düş. Düş get 5 dəqiqə ilə bunlar pişirsin, qutarsın. Hayır. Yatacaqsan. Mama sen burada isteyelim. Burada mən gözləyirsən. Sənə İran olum mən. Yaxşı. Qızlar, şorban bişdi. Çox ləzzətli alındı. Bir qaşıq dadına baxdım. İndi baxın belə. Nanə də əlavə elədim. Çox dadlıdır. Demək, yağ olaraq əlavə elədim. Nehrə yağının əridilmiş vəziyyətdə. Bu arada biz kimdən almışam? YouTube'da da səhifələri də böyüdü. Nara Vlog. Nara Vlog'dan əlaqəmiz var. Sağ olsun. Ondan danışdım. Maması göndərmişdi rayondan. Xaçmazda yaşayırlar onlar. Bizə çox halal adamlardılar da. Hə, halal adamlardılar. Ona görə onlara çox inanıram ki, o qatıb qaçdırmayacaq. Zaten başqa piydən falan hazırlanan o iki yağı əridirlər, yalandan nehrə yağı adına. 10 manat, 15 manat satırlar. Yəni 10 manat, 15 manata nehrə yağı olmur. Buradan onu deyim. Aldanıb almayın. Və dadı da zaten dadından, qoxusundan hiss edirsən ki, nehrə yağı deyil. Belə. Belə qızlar. Ömərin yeməklərini də... Ömərin yeməyi deyək ki, məsələn, şorbadır da. Uşaq yeyir bundan. Buna da qatıram. Quru yeməklərə də qatıram. Nədir? İştah verir uşağa. Sizə deyim ki, bir neçə vaxtdır yenə Ömərin iştahası küsürdü. Bilmirəm, havalar isinmişdi, nə edirsə. İştahası gəlir. Rahat belə yeyir uşaq yeməyi. Mama ver, bax belə deyir. Maşallah olsun, maşallah, maşallah. Hətta özümüz də yəni yeməkdə dadın fərqinə varırıq. İndi ola bilər kimsə sevmir, bəlkə şorbada elə yağlar. Amma biz çox xoşumuz gəlir. Çox qəşəngdir. Adam var ki, yağların qoxusuna qarşı belə həssasdır. Yəni anlayıram. Məsələn, mənim anam da elədir. Xüsusən təbii yağların qoxusuna qarşı çox həssasdır. Amma təbii olan hər şey xeyirlidir. O nefti zat tökürlər, bilmirsən ki, nədən hazırlayırlar yağları. Onları bəbəhbəhlə yeyirik. Amma əsl kənd məhsuluna qoxu var deyirik. Bunu həqiqətən anlamıram. Yəni ki, öyrəşmişik ona görə elə. Amma mən xoşlayıram. İstəyir pendirlər rayondan gələn, yağlar rayondan gələn. Qoxu da ki, süd qoxusudur da. Yəni mən anlamıram nə qoxu başqa istəyir insanlar. Belə, heç nə. Bunu bişirdim. Kompotum da var. Bayaq dediyim kimi. Tez indi əti də hazırlayayım. Qreçka ilə gedək. Sonra dincələk. Qreçkanı qovurum. Yağda. Belə olanda dadlı olur. Evdə hamı yağ yeyir. Yoxsa elə belə boş üstünü töküb qaynamağa qoyanda xoş dadı gəlir. Qızlar, düşündüyüm balaca yumru hazırlayın. Köftə kimi balaca köftələr. Sonra dedim ki, yox belə yaxşıdır, belə xoşu gəlir betlərim. İndi yatırdıram, vlogu da burada bitirirəm Allahın izni ilə. Ümid edirəm ki, bu videomu bəyəndiniz. İnşallah gözəl yorumlarınızı gözləyirəm, dəstəyinizi gözləyirəm.
bəyən butonuna basmağı, yorum yazmağı və mənim videolarımı yaxınlarınızla bölüşməyi, WhatsApp link kimi atmağı unutmayın. Ətrafınızdakı rəfiqələriniz, baca bildiyiniz xanımlar hamı səhifəmi görsünlər və takib alsınlar. Əgər bəyənirsinizsə əlbəttə ki, izləyəcəksiniz əlbəttə ki. Belə, hələlik Allah'a əmanət olun. Allah nəsib etsin. İnşallah növbəti gün, növbəti vlogda görüşək.